Sefas çox sürətli oyunçudur. Keçən mövsüm Qarabağda çıxış edən Emanuel Attayını xatırladır mənə. Sürət var, yerindədir, driblinglər edə bilir, keçidlər eləyə bilir. Çatmayan bir məsələ var ki, bu savada da var. Oyun zəkası adlandıra bilərik biz bunu. Faydalı iş əmsalı. Biraz qərar verməkdə, sanki ani qərarlar verməkdə çəkinir. Lazımi dəyərləndirə bilmir epizodları. Məsələn, CSKA Sofiyanın oyununda biz gördük ki, həm Savonun özü, həm Sefasın özü, məsələn, Savo topu qəbul edib uzun müddət qaçmağa çalışdı. Halbuki iki oyunçu cınaqlarda boş idi. Düzdür, Qarabağın heyətində bizim maestro adlandırdığımız Yankovic var. Amma hücumun sivri uzunda cinah oyunçuları 10 nömrə və hücumun mərkəzində biz baxanda bu mövsüm Qarabağda o oyun zəkası olan oyunçuların yoxluğu hiss olunur əslində. Sefası mən biraz da Anadolu klublarının transfer elədiyi futbolçular olur. Daha çox atletik futbolçular qaçışlarla bazarlar, cinahlardan, amma son bitiricilikləri gəlmir. Biraz da ona bənzədirəm. Qarabağın həmişə transfer məsələsində biz tənqid edirdik ki, maliyyə gəlir, Qarabağ transferləri gecikir, düzgün transfer eləmir və bu il tam tərsinə Qarabağ digər klublarımızdan daha sürətli şəkildə transferlər başladı və çox sayda legioner komandaya dəvət olundu. Amma görünür ki, bəzən Qurban Qurbanov və Tahir Gözəl haqlıymış ki, kütləvi şəkildə transfer etmək adına transfer etmək lazım deyil. Bəzi transferlər həqiqətən də özlərini doğrulda bilmədilər. Amma məsələn, transferlərdə mən müadibin oyunu çox bəyənirəm. Vestri ilə oyunlarında, cavab oyununda meydanda olmuşdu və həqiqətən də o bizim o danışdığımız yaralı yerimiz olan o texniki oyunçu texnikası Qarabağın oyun modelinə oyun modelinə bəli daha uyğundur.